İndi Qırğızstanda, bu dəqiqə Rus evləri bağlanılır və oradakı onların başçısı var, Natalya Çepkin adı nədir, familiyası da yadından çıxıb, familiyalarda adam familiyası deyir. Çepkin adı nədirsə onu həbs eləyiblər indi Qırğızstanda. Qırğızstanda həbs eləyiblər. Kimdir Qırğızlar? Bu şovinistlər üçün. Dedim sizə hamamda. Moskvada hamamda Qırğız gəncləri. Hamamda akşam yığışarlar, oynayarlar, nə bilim, nerede oynayırlar, söhbət edirlər belə də. Yəni, ümumi hamamda istirahətə gəlirlər də. Baxın, görün, onları necə it kimi döyürlər, təpi ilə yerə salıb süründürürlər. Başlarına vıra-vıra süründürürlər Qırğız oldu. Ancaq faşizm necə olur? Hə? Faşist deyirlər bunlar. Faşist də bunu eləməyib. Qırğıza qarşı türkçü deyənə. Bəli. Və ondan sonra da Qırğızstandakı taxtabaş desin ki, yox, siz necə, ben burada cahif gördü Sovet hökuməti, Rusiya yaxşıdır bir şeydir. Biz Rusiya üçün gəlib orada öləcəyik. Yəni, Qırğızlar da var gəlib orada ölənlər. Elə çumolar orada da var. Baxın bu videoya. Baxın. Башку вниз опустил. Baxın bunu. Baxın. Soyun hamısını uzadıblar yerə. Bu gəncləri. Baxın. Üzü bağlı giriblər içəri. Əllərində elektroşokerlər, əllərində dubinkalar. Süründürürlər, yerinə yeməkləndirirlər. İnsana belə, bu dünyanın heç yanında yoxdur. Bu Moskvadır. Sizə elə gəlir ki, ya bunu beləyəndə, hətta taxtabaş o deyir ki, valla özlərində təqsir var. Bəlkə də orada axşam otururlar bir şey. Bu qədər çumolar var. Siz baxın, görün belə, Qırğızstan balaca bir dövlətdir. Onlar bizim qardaşlarımızdır. Onlar bizim soydaşlarımızdır. Ümumiyyətlə insana qarşı bu olurmu belə bir hərəkət? Hə? Onlar sözləri bilmirlər niyə döyülürlər. Və burada sonra orada döyülənlərdən video var, müsahibə var. Deyir ki, 3-4 nəfərin saqqalını müsəlmanlar da, müsəlmanlar eşidirsiniz? Burada Rusiyanın tərəfində, İranın tərəfində belə sinə cıranlar filan və onlar həmişə bir yerdədirlər. Həmişə bir yerdədirlər. Saqqalların qırxıblar orada yarısına kimi, döyüb yerə uzandırıblar, üstlərində oturublar sonra. O adam özü danışır. Saqqalını qırxıb. Biraz da deyir, cüssəlilərimiz vardı. Saqqallardan biri biraz cavab vermək istəyib, onu deyir, üzündən vurdular, döydülər, sonra apardılar arası. Ancaq deyir, arıqlarımızı saxladılar, onları aparıb orada öldürəcəklər. Biraz cüssəlilərini seçiblər. Neynirlər orada biraz belə cüssəli olan, muskul olanları, biraz bədən quruluşları yaxşı olanları niyə seçib aparıblar? Hara aparıblar? Bu deyir, tabutlara. Bu qırmızı tabutlar var ha. Deyir, bu laboblardır. İçində bir, ya bizimki oturanların otağına, hamama, hansı restorana belə girib Azərbaycanları dəyməzlər, hə? Yox. Yalan danışmayın, özünüzü aldatmayın. Bir vicdanınız olsun, bir milli qeyrətiniz olsun, bir ana dilinizi sevin, bir babalarınızın qüdrətinə baxın, bir utanın, taxtabaşlara deyirəm. Belə insana münasibət olar, təkrar edirəm, nə üçün sizcə onlar o cüssəlləri oradan seçib aparırlar? Bax, nə üçün? Odur da səbəb, oraya aparacaqlar. Aparıb burada öldürəcəklər. Elə təpi vura-vura, söyüş-söyüş, üzünə tüpürə-tüpürə, sündürəcəklər, minazanın üstündə partlayacaq, tartış getdi. Orada tabuda partlayacaq, tartı getdi. Qırğızstanda Rus evi açılar. Rus evi. Onun evi olub. Ev nədir, ora Rusiya nədən ki, xat ola bilər də uzaq başında. Başa üstü belə tarakanlı taxta, yəni kəyə getsən, tarixə getsən də, hansı evdən danışırsan. Bizə deyilsən, bizim yurtumuz gözəldir, içində mütəkkəsi, xalçası, ortasında ocağı, o yurt var, ata-babamız yaşayıb, alaçıq yurt deyirik də. Onu da yurdum yuman məskənimiz deyirik də, düz deyil. Amma, qardaş, nətər olur? Onda gəlin biz də, gedək orada Türk evi açaq. Mən əleyhiniyəm, şəxsən. Bir Kamran Həsənli olaraq, mən əminəm ki, milyonlar məndən razıdır. O evdən heç vaxt bizə xeyir gəlməyəcək. Neyimizə lazımdır? Ancaq agentura olacaq orada. O agentura şəbəkəsidir və mərkəzidir. İstənilən yerdə, siz İsveçli olsun, Portugaliyada, İrlandiyada, siz Kanadada olsun. Harada sizə orada bunlar olacaqlar. Agentura mənbəyidir. Xislətləri bundan ibarətdir.